Salam hər kəsə. Zəhmət olmasa bu videonu kim görürsə paylaşsın. Məni tanıyan, tanımayan da. Zaten tanıyanlar hamısı paylaşacaqlar. Mən öz xeyri işim üçün nişan üzüyü almağa getdik Moskva Ticarət Mərkəzinə, Əcəmdə yerləşən və həmin o mərkəzdə bir dənə yer tapdıq mənim üzüyüm üçün. Bir xanımla danışdıq, behi verdik və dedik ki, ayın 29-u günü gəlib götürəcəyik. Eynilə xanımım üçün də alacağımız üzük üçün başqa bir yerə yaxınlaşdıq orada. Başqa bir stentə, başqa bir xanıma. Ona da beh verdik. Dedi ki, gəlib götürəcəyik ayın 29-u bu qədər məbləğdə. Gün oldu ayın 29-u, 29 sentyabr. Biz dünənləri yola çıxdıq, getdik üzükləri götürməyə. Birinci mənim üzüyümü götürdük. Xanım dedi ki, qızılın qiyməti qalxıb, amma bunun sizə heç bir adiyyəti yoxdur. Çünki siz köhnə qiymətlə behin vermisiniz. Və mən xanım üçün alacağımız üzüyü üçün yaxınlaşanda oradakı xanım bildirdi ki, qızılların qiyməti qalxıb, sizin behi qaytaracağıq, sizə üzüyü vermirik. Mən qeyd edirəm, siz bu qızılı köhnə qiymətlə almısınız. Və mən köhnə qiymətlə beh vermişəm, saxlamışam. Beh verilibsə, sən artıq o üzüyü mənə verməlisən, X məbləğində üstündə pul gətirmişəm. Yox, biz verəmərik, siz bizə artıq verməlisiniz, falan filan belə bir şeylər elədilər. Təbii ki, bu xeyir iş ərəfəsində bir insana vurula biləcək ən böyük zərbələrdən biridir. Çünki mən deyilən başqasıdır. Mən o artıq pulu verə bilərdim və ya mən də verə bilmərəm. Deyək ki, və mən orada gedirəm, sən mənə öz xanımın yanına pis eləyirsən. Mənim bəlkə artıq pulum yoxdur verməyə. Öz üstündə borc tapıb gətirmişəm, bəlkə səndən o üzüyü götürməyə. İnsanların rifahıyla oynamaqdır bu birbaşa. Həmən xanımın səhifəsini burada etiketləyirəm. Adı da Səkinədir. Səkinə xanımla danışmışdıq. Biz ora gedəndə başqa bir xanım idi. Müdirləri nə zəng elədilər? Müdirlər dedi ki, yox, bu qızılın qiyməti qalxıb verə bilmərik falan. Bu mənə dəxli yoxdur. İstəyir o qızılın bu dəqiqəki qiyməti 5000 olsun. Mən köhnə qiymətlə beh vermişəm və o qızıl mənə verilməli idi. Mən onların özlərinə bildirdim. Dedim ki, siz səhv eləyirsiniz, xeyir iş qabağı. Ümumiyyətlə bu insani keyfiyyəti qoyuram qırağa. Ümumiyyətlə iş etikasında bu çox belə deyim də etik sayılmayan bir hərəkətdir. Təbii ki, orada indi Tarif Şurasının öz qayda qanunları var ki, hansı ki, onlar riayət heç eləmirlər. Köhnə qiymətlə alınan mal təzə qiymətlə satıla bilməz. Əlavə də vergilər, yəni İqtisadiyyat Nazirliyi tabeliyində olan vergilər xidməti də oranı yüksək səviyyədə yoxlamalıdır. O stendi digərlərindən heç bir problem yoxdur. Həmin o bu xanım etiketlədiyim xanımları. Buradan Daxili İşlər Nazirliyinə qeyd edirəm. Belə insanlar, yəni bizim toplum rifahını pis çıxarırlar. Məsələn, mən hər şeyin dərinliyinə gedən insanam və bunu kim nə deyəsə desin. Bəlkə həmin vaxtı mənim yanıma başqası birisi olsaydı və həmin o xanım o üzüyü bəyənsəydi, o üzüyü ala bilmədiyi üçün çıxıb oradan gedib özünü öldürəcəkdi. Niyə edəcəydiniz? Toplum rifahına psixoloji təsir etmə cəsarətinə sahib olmamalısınız. Belə insanlar ifşa olunmalıdır. Belə sahibkarlar elə həqiqətən də batırılmalıdır. Onlar öz bizneslərini batırsa da yaxşıdır. Bir dənə söz var, deyir, kimisə çörəyinə bais olmamaq. Bəli, bilsiz kimin çörəyinə bais olmamaq lazımdır? Harınlamayan və həqiqətən də yaxşı insanın çörəyinə bais olmamaq lazımdır. Mən bunu almışam bir həftə bundan qabaq 3 manata. İndi bu köhnələrə satılmayıb. Və mən bunun qiyməti indi qalxıb olub 6 manat. Mən bunu kiməsə 6 manatdan satıramsa, bu mənim artıq öz keyfiyyətsizliyimdir, mənim şəxsən Nurlanın. Ona görə də mən tövsiyə edirəm ki, bu kimi insanlardan uzaq durmaq və onlara heç bir şəkildə xeyir verməmək lazımdır. Səhifələrini etiketləmişəm. Adı da Səkinə xanım idi. Zəhmət olmasa hamı paylaşsın və onları ifşa edək.